Ay ata, sənə bir dənə sual verim. Sən məni çox istəyirsən? Bala, o nə sualdır? Əlbəttə çox istəyirəm. Yaxşı, onda sənə bir-iki sualım var. Bax, əgər öyrənsən ki, mən siqaret çəkirəm, nə edərsən? Siqaret çalışaram ki, səni başa salım. Siqaret pis vərdişdir. Həm cana ziyandır, həm cibə ziyandır. Çalışaram səni bu vərdişdən uzaqlaşdırım. Nə edəcəm? Elə də belədir, sən mənim oğlumsan. Bəs yaxşı, öyrənsən ki, sən mənə verdiyin bütün pulu aparıb klublarda xərcləyirəm, araq içirəm, pivə içirəm. Onda nə edərsən? Mən verdiyim pullarla gedib klubda araq içmək bu çox pis bir şeydir. Atanın əziyyətini yerə vurmaqdır. Amma yenə də səndən qabaq-qabağa oturub bir dost kimi danışaram ki, belə şeylər eləməyəsən. Nə edəcəm ay oğlum? Elə də belə də sən mənim oğlumsan. Səni hər şeydən çox istəyirəm. Yaxşı, bəs mən sənin o evdə işlətdiyin atfırkanı səndən icazəsiz qonşuya versəm nə edərsən? Dün Enciz'e Bahçe şehrinde ölüm hadisesi baş verip hadise o ile ata arasında atfırk üstünde olup ve atası oğlunu ile hemen atfırk ile katliyetilip